Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərinin 3-cü iclası çərçivəsində Xəzər-Qaradəniz Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi rəhbər komitə nazirlər görüşü keçirilib. Tədbirdə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Vaxtan Sinzati, Rumıniyanın Energetika naziri Sebastian Yohanburca, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boglarka İlles, Bolqarıstanın Energetika naziri Jecho Stankov təmsil edib. Görüşdə həmçinin Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Jorgensen, birgə müəssisə Yaşıl Enerji Dəhlizi enerji şirkəti ölkələrin ötürücü sistem operatorları və İCESI şirkəti iştirak edib. İclasda ötən ay Macarıstanda keçirilmiş görüşdən sonra Bolqarıstanın layihəyə qoşulması, dəhlizin fiberoptik komponenti və Avropa İttifaqının 10 illik şəbəkə inkişafı planına layihənin daxil edilməsi məqsədi ilə müvafiq müraciətin hazırlanması istiqamətində irəliləyişlər nəzərdən keçirilib. Avropa İttifaqının maliyyələşmə alətlərindən istifadə imkanları müzakirə edilib. Yaşıl Enerji Dəhlizi enerji şirkəti üçün layihənin mərhələli inkişafını əks etdirən yol xəritəsinin hazırlanması müsbət addımlardan biri kimi qeyd olunub. Texniki iqtisadi əsaslandırmanın bu ilin ortalarında yekunlaşdırılmasının vacibliyi qeyd olunub. Xatırladaq ki, 2022-ci il dekabrın 17-sində Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb və ötən dövr ərzində həmin saziş çərçivəsində 10 rəhbər komitə nazirlər görüşü keçirilib.